Salam şagirdlər, bugün mən sizə Almaniya 19-cu əsrdə mövzusunu izah edəcəm. Bildiyimiz kimi Almaniya parçalanmış vəziyyətdə qaldı uzun müddət. Viyana Konqresinin qərarlarına əsasən Almaniya İttifaqı təşkil edildi. Lakin bu ittifaq vahid şəkildə birləşməmişdi. Onun daxilində Prusiya və Avstriya arasında ağalıq uğrunda mübarizə gedirdi. 1848-ci ildə Almaniyada inqilab oldu. Məqsəd vahid milli dövlətin yaradılması və feodal qaydalarının ləğv edilməsi idi. Bu inqilab məğlubiyyətə uğrasa da Almaniya kapitalizmin inkişafı yoluna daxil oldu və ölkədə sənaye çevrilişi başladı. Almaniyanın birləşdirilməsi. Almaniyanın birləşdirilməsi prosesinə Prusiya baş naziri kansler Bismarck'ın rəhbərliyi ilə başlamışdı. Bu prosesə Avstriya və Fransa mane olurdu. Bismarck Avstriya müharibə apararkən Fransanı bitərəf qalmağa razı sala bildi. Almaniyanın Prusiya tərəfindən birləşdirilməsi prosesi zamanı baş verən hadisələr. 1864-cü ildə Danimarkanı məğlub edərək Schleswig və Holstein'i özünə birləşdirir. 1866-cı ildə Avstriyanı Sadova döyüşündə məğlub edərək Şimali Alman İttifaqını yaradır. 1870-ci ildə Fransanı Sedan döyüşünə məğlub edir, Elzas və Lotaringiyanı ələ keçirir və 1871-ci ildə Almaniya İmperiyasının yaradılması elan edilir. Qeyd edək ki, bu saydığımız hadisələr Prusiyaya aiddir, çünki hələ Almaniya o zaman yaranmamışdı. 1879-cu ildə Almaniya və Avstriya Macaristan arasında ittifaq yaradıldı. 1882-ci ildə isə İtaliyada bu ittifaqa qoşuldu və beləliklə Üçlər İttifaqı yaradıldı. 20-ci əsrin əvvəllərində Almaniya sənaye məhsulu istehsalına görə ABŞ-dan sonra ikinci yerə çıxdı. 1905-ci ildə isə Schlieffen planı hazırlandı. Schlieffen planında Fransa və Rusiya ilə müharibə aparmaq nəzərdə tutulurdu.